Salamünaleyküm dostlar. Bugün sizlere Baku Online oyununda yeni güncelleme nə vaxt olacaq və güncelləmədə nələr olacaq, onlar haqqında bir video çəkmək və sizlərə bu haqqda danışmaq istədim. Deməli, bu güncəlləmədə burada həm maşınları coin sistemi ilə ala biləcəksiniz, eyni zamanda qrafik ayarlarını azalda, çoxalda biləcəksiniz və hələ ki oyun inşallah ki, bəzi problemlərdən görə oyun biraz yayınlanması gecikir. İnşallah ki gələn həftəyə tam olaraq, tam sürüm olaraq paylaşılacaqdır. Yəni bu həftəyə əslində paylaşılmalıydı. Bu həftəyə çatmadı müəyyən səbəblərdən. Ona görə gələn həftəyə İnşallah ki oyun tam olaraq Play Store'da yayınlanacaqdır. İndi sizə göstərim yenilikdə nə var. Deməli burada coins qazanmağın 3 yolu var. İkisi burada qaraj sistemindədir, biri isə oyun daxilindədir. Bax, birincisi gündəlik ödüllərdir, daha doğrusu həftəlik ödüllərdir. Bax, burada məsəl üçün ala basacaqsınız hər gün, yəni 24 saatdan bir bu butonlar aktivləşəcəkdir və bu butonlara basaraq buradan coinsləri, qəpikləri qazanacaqsınız. Bunların biri reklamsız, biri isə qısa reklamlar olmaq şərti ilə bu coinslər sizə veriləcəkdir. Burada oyunda reklam qoymağın məqsəd də ki, oyundan götürdüyüm gəliri təkrar oyun üzərinə qoymaqdır və sizlər üçün daha mükəmməl bir oyun yaratmaqdır ki, siz oyunu oynayanda daha çox məsələn zövq alasınız. Yəni bu bir Azərbaycan oyunudur. İçində həm vaz maşınları olacaqdır, BMW, Mercedes, yəni sırf Azərbaycan maşınlarına daha çox üstünlük verilir ki, yəni bizim də bir oyunumuz var. Gedib car parking oynuyorsunuz, digər oyunlar oynuyorsunuz. Orada məsələn bildiyim qədərilə bir 07 deyib, bir də deyəsən Niva'dır. Başqa bir maşın mən bildiyim qədərilə yoxdur. Amma bu oyunda hər cürə maşın inşallah mən gətirəcəm. Yəni təbii ki, izləyicilərin öz adına uyğun da maşın gətirəcəm. Plus da əlavədən də özüm maşınlar qoyacağam ki, hər kəs bol-bol oynaya bilsin. İkinci pul qazanma yönümüz marketdir. Burada 24 saat, 12 saat, 6 saat və 1 saat olmaqla reklamlar veriləcək. Hansı burada görürsünüz məsələn o 24 saatdan bir 800 coins və yaxud da ki 1 saatdan bir 200 coins qazana biləcəksiniz. Eyni zamanda istədiyiniz maşını, məsələn pulunuz yoxdur, hörmətiniz var, nə fərqi var ki? Qısa buradan prokat al butonuna basaraq qısa bir reklam izləyəcəksiniz və 5 saatlıq maşını prokata götürəcəksiniz. İstədiyiniz maşını fərqi yoxdur. Hansı maşını istəsəz, buradan basacaqsınız, prokata maşını götürə biləcəksiniz. Və 5 saat o maşından eyni zamanda coins qazana biləcəksiniz. O 5 saat o maşından necə coins qazana bilərsiniz, indi onu da göstərəcəm. Və plus da burada yenə qrafik ayarlarımız var. İndi onu da sizə təkrar olaraq göstərəcəm. İndi buradan başlayaq oyuna. Buradan girək online'a. Baxın, burada 10 dənə əlavə olaraq serverimiz var. Əvvəl bir server idi, 20 nəfərlik server idi. İndi bu 200 nəfərə qədər yüksəltmişik. Yəni 10 server var. Hər serverdə 20 nəfər, yəni 4 otaq, 5 nəfər olmaq şərti ilə. İndi fərqi yoxdur, elə otaq olur, 3 nəfər olur, elə otaq olur, 2 nəfər olur. Yəni 20 nəfər olmaq, maksimum 20 nəfər olmaq şərti ilə 200 nəfər eyni zamanda burada yəni onlayn oynaya bilir. Yəni bu çoxalacaqdır. Yəni get-gedə böyüyəcəkdir. Yəni bu hələ ki 200 nəfərdir. Buradan da istəsəz basıb oyunçunun adını seçə biləcəksiniz. Buradan hər hansı bir serveri seçək. Məsələn mən 10-cu serveri seçirəm. Buradan otaq yarat verdim. Buradan da yenə otağın adını nə istəsəz yaza biləcəksiniz. Buradan Gritron verək. Oyun açılandan sonra baxın, mən ilk öncə sizə göstərim qrafik ayarlarını. Bax, burada sağ tərəfdən bu işarəyə basacaqsınız, dairə kimi. Bax, belə bir pəncərə gələcək. Buradan istəsəz, telefonunuz əgər güclüdürsə 60 FPS qoyub, qrafikləri də yüksək eləyə bilərsiniz. Bax, qrafiklər yüksək eləyəndə görürsünüz, maşın kölgələri, bina kölgələri hamısı gəlir. Yox, əgər telefonunuz zəifdirsə, buradan da görüş məsafəsi var. Bax, bunda maksimum qoyursunuz. Bunu çoxalda bilərsiniz. Bu görüş məsafəsi, bax, balacalaşdırıram, çoxaldıram. Bu görüş məsafəsi zəif telefonlar üçün çox önəmli bir şeydir ki, yəni daha az oyun belə deyək, xəritə daha balaca olaraq yüklənir və oyun daha stabil olaraq gedir. Yox, əgər sizin telefonunuz zəifdirsə, bunu istədiyiniz ölçüdə gətirirsiniz. Buradan yüksək, zəif qoyursunuz. Buradan da lap daha telefonunuz çox zəifdirsə 30 FPS-də məsələn qoyub oynaya biləcəksiniz. Yox, ortadırsa, buradan məsələn zəifdə qalaraqdan 60 FPS-də məsələn rahatçılıqla oyunu oynaya biləcəksiniz.
Və üçüncü yol dediyim pul qazanma yolunda göstərim. Bax burada görürsüz spidometrimiz var sol tərəfdə. Bax spidometr 100 sürəti keçəndən sonra başlayacaq sizə 5-5 coins verməyə. Bax yuxarıda bax coinsə diqqətlə baxsaz görə bilərsiniz. Ki bax 5, 10, 15 və 75, 80, 85 belə 5-5 coins verə-verə gedəcəkdir. Bu bir növ Truck Simulator zad oyunlarında, digər oyunlarda məsələn görevzad eləyirsiniz, ona görə sizə coins verir. Biz yəni oyunda hələ ki görev sistemi olmadığına görə belə bir sistem qoyduq ki, tək günlük yəni reklam izləməyə məcbur olmayasınız da. Yəni oynadıkça da coins qazanasınız ki, istədiyiniz maşına daha tez əldə edə bilərsiniz. Yəni mən burada məcburi heç bir reklam qoymamışam. İstəyə bağlı tamamilə reklamlardır. Əgər istəsəz izləyib daha tez maşınlar ala bilərsiniz. İstəməsəz prokatla götürə bilərsiniz. Heç Honda istəməsəz başdan sizə bir maşın onsuz da veriləcəkdir də. Yəni pulsuz olaraq daimi açıq olan bir maşın olacaq.